Bəli, e, Allah Quran vasitəsilə qəlbləri dirildir, İmam Əli deyir. İnsanları zülmətdən nura çıxardır. Quranın oxumağın da böyük savabı vardır, əzizlər, bizi eşidənlər. Peyğəmbər əleyhissalam buyurur, Quran oxuyan insanın hər hərfinə 10 savab yazırlar. Əgər Bismillahirrahmanirrahim bir neçə hərfdən ki, ibarətdir, 19 hərf ərz edirlər, deməli, hər hərfə, ümumiyyətlə Quranın istənilən ayənin hər hərfinə, hərflərdən ibarət söz var, hər hərfinə 10 savab yazılır. İndi hesablayanda gör nə qədər savabı vardır. Ancaq Ramazan ayında indi biz yaşayırıq, bir aya oxuyarsan, bütün Quran savabı sənə verəcək. Quranda da 6236 aya var. Bayaq başlanğıcda ərz elədim, bəzi mənbələrdə 6666 aya var. Deməli, bir aya oxumaqla bütün Quranın o boyda oxumuş kimi savabı sənə Ramazanda yetişir. İmam Sadiq Aleyhisselam buyurur, əgər gənc mömin Quran oxuyarsa, Quran onun qanına və ruhuna qarışar. İmam Aleyhisselam buyurur, bilin ki, Quran elə bir nəsihətçidir, aldatmaz və elə bir rəhbərdir ki, insanı azdırmaz. Quran-ı Kərimdə 23 əldində nazil olub Peyğəmbərə Allah tərəfindən qorunub və qorunacaq qiyamət günə qədər və bu hidayət kitabıdır, ona yaxınlaşan bütün hidayətlərə, bütün o bərəkətlərə yetişər. Məhəmməd Peyğəmbər əleyhissalam buyurur ki, Quran Allahın süfrəsidir. Bacardığınız qədər ondan bəhrələnin. Başqa bir hədisdə buyurur, Quran qiyamət günü öz dostları üçün şəfaat edəcək. Yəni, Quranı oxuyan, ona əməl edən insan qiyamətdə tək qalmayacaq. Peyğəmbər əleyhissalam buyurur, Quran oxuyun, çünki o qiyamət günü oxuyanlar üçün şəfaatçı olacaq. İmam Sadiq əleyhissalam buyurur, qiyamət günü Quran gözəl bir insan surətində gələcək və deyəcək, ilahi, bu bəndə mənimlə gecələr oyaq qaldı, mənimlə gündüzlər yaşadı. Allah onu bağışla, Allah da onu bağışlayar. Yox, əgər biri Quranı tərk edib, bunda təhlükə var. Peyğəmbər əleyhissalam hədis var, deyir ki, o evində Quran saxlayır, amma heç açmır. Mümkündür, Quran şikayət eləsin ki, məni evə qonaq çağırdılar, bir dəfə mənə yaxınlaşmadılar. Mənlə munis həmsöhbət olmadılar. Məni qərib saxladılar. Ya Allah, sən də o insanları qərib saxla. Yox, mənlə ünsiyyət tapdılar. Mənlə təmas qurdular. Tez-tez qonağı idim. Məndən hal soruşurdular. Allah, onlar üçün alqış eləyər. Furqan surəsinin 25-ci surədir. 30-cu ayədə Furqan surəsində Allah buyurur ki, Peyğəmbər dedi, ayədə belə gəlir, ey Rəbbim, mənim qovmum bu Quranı tərk edilmiş qoydu. Tərk edilmiş qoydu. Ona görə Quranı tərk etmək heç vaxt xeyir gətirməz. Bir çox insanlar evində Quran saxlayır, məsələn, heç açmır. Və yaxud Quranı oxuyurlar, amma mənası düşünülmür. Quranın hökmlərinə əməl etmir. Bunlar hamısı təhlükəli haldır. İnsan gərək Quranı oxusun, mənasını da bilsin. Evdə saxlayırsa, təmiz olan vaxtı açsın, vərəqlənsın. Heç oxuya bilmir, heç olmazsa onu açsın, bir təmas qursun. Quranın hökmlərinə əməl etməmək, İmam Əli əleyhissalam buyurur, oxuyan, lakin ona əməl etməyən
insan Kur'an'ın düşmanidir. Başka hadiste var. Kur'an okunan evde bereket olar. İmam Bağır Aleyhisselam buyurur. Kur'an okunan evde bereket artar. Melekler o eve gelir ve şeytanlar uzaklaşar. Ama Kur'an okunmayan ev hakkında o evde bereket azalar ve melekler uzaklaşar. İmam buyurur. Böyle hadisimiz var bizim. Enfal 8. sure 2. ayada Allah buyurur. Müminlerin kalpleri Allah zikri ediləndə titriyər. İsra 82. ayada buyurur Allah Teala, Kur'an müminler için şafa ve rahmettir. İmam Ali buyurur aleyhisselam, Kur'an kalplerin baharıdır. Yani böyle arz edeyim, bir gün gelecek dünya da bitecek, onun sonu olacak. Dünya da kalmayacak. Mal devlet de kalmayacak. Dostlar da insandan ayrılacak. Ama Kur'an insanla birliktedir, kabire de gidecek. Hadiste buyurur. Kur'an okuyun, müminin kabri nurla dolacak. Yani kim Kur'an okusa, o insanın kabri de Kur'an ışıklandırır. Namaz hakkında da değiller. Evde ışık sönende tez lampa, çıraq yandırırsan, şam yandırırsan, kabirde bu karanlıkta namazdır, Kur'andır, oraya ışık verecek azizler. İmam Ali Aleyhisselam buyurur, Kur'an'ı öğrenin. Çünkü o sözlerin en güzelidir. Onu anlayın. Çünkü o kalplerin baharıdır. Kur'an hidayet kitabıdır. Kıyamet günü bize şefaatçi olacak. O ölen kalpleri azizler dirildir. Necə Ramazan ayıdır. Kur'an'ı çok okumaqla kalpler dirildir. İnsanı da cennete aparır. İmam Ali Aleyhisselam buyurur, Kur'an elə bir kitabdır. Zahiri gözəldir, batini ise derin ve sonsuzdur. Kur'an Allah'ın möhkəm ipidir. Ona sarılan heç vaxt azmaz. Kur'an kalplerin baharıdır. İmam Ali Aleyhisselam'dandır bu hadisler. Kur'an en doğru rəhbərdir. Onunla geden yolunu heç vaxt azmaz. Kur'an'ı öğrenin çünkü o sözlerin en gözəlidir. Kur'anla danışın, o size keçmiş ve gelecekten haber verer. Kur'an elə bir nurdur, onun ışığı heç vaxt sönmez. Kur'an elə bir dərmandır ki, onun şəfası bitmez. İmam Ali Aleyhisselam deyir, əzizlər, Kur'an'ın zahiri gözəldir, batini ise hikmətlə doludur. Kim Kur'an'ı rəhbər tutsa, Allah onu cənnətə aparar. Kur'an'ın inanılmaz savabları var, çoxlu savablar var. Bir daha ondan danışım, bayaq balaca qeyd elədim. Kur'an okuyan insanlığın bilsin ki, hər hərfi üçün 10 savab vardır. Məsəl üçün, surə başlanır. Məsəl üçün, Bəqərə surəsi bilirsiniz də. Bismillahirrahmanirrahim. Alif, lam, mim. Məqtələ hərflər deyərlər. Bu koddur. Xüsusi rəmzdir. Peyğəmbər bilir Allahla. Alif, lam, mim. 3 hərfdir. Hər hərfə 10 savab. Bir dənə alif, lam, mim 30 savab verir. İndi Kur'an'da ne kadar hərflər var, hər hərf üçün 10 savab, çoxlu savab deməkdir. Peyğəmbər təşviq edib aleyhissalam Kur'an'ı okuyun çünkü kıyamet günü okuyanlar için o şəfaatçı olacak. Mesela qəbir gecəsi təlqində var. Biz insanları rəhmətə gedən əzizlərimizi dəfn edəndə orada səndən mələklər soruşar, deyərsən kitabım Kur'an'dır. Mümkündür mələk Kur'an'ı qoysun qabağında desin oxu. Sən də oxuya bilmirsən. Deyir onda niyə yalan danışırsan? Mən qəbul etdiyim kitab Kur'an'dır, ancaq mələk qəbirdə verir, oxuya bilmirsən. Deyir onda yalan danışırsan. Hadiste var Fatıma-i Zəhra aleyhissalam dünyasını dəyişəndə vəsiyyət eləmişdi İmam Əliyə Kur'an'ımı qoy qəbirə. Niyə? Çünki mələk sorğu-sual eləyəndə hansı kitabı rəhbər qəbul etmişdin? Deyərəm Kur'an'ı.
İnanmırsan, bir ömür okuyub əməl etmişəm, soruş, cavab verim sənə. Bu da mənim sübutum. Bəli, əzizlər. Hətta deyir, cənamaz yoxdur, onu İmam Əlidən vəsiyyət etmişdi, qoy qəbrə, türbətlə. Mələk soruşanda, namaz qılansan, deyərəm, ayaqlarımın izi qalıb bu döşəkçədə. İnanmırsan, buyur. Yəni, axirət sorğu-sualı, qəbir sorğu-sualı çox, belə deyim, Qurandan, namazdan uzaq düşənlərə Allah eləməsin, çətin olar sizə qurban. Bunlar bizim hamı həm dünya və axirət saadəti üçündür ki, siz əzizlər, biz də Peyğəmbər əleyhissalam, İmam əleyhissalamdan, Qurandan danışırıq. Ki, qayda yola, Ramazan islah ayıdır, hidayət ayıdır. Bütün günahların kökünü kəsmək üçün Allah tərəfindən bir lütfdir, bir şansdır. İstifadə etmək lazımdır. Hələ neçə gün qalıb inşallah. Peyğəmbər əleyhissalam buyurur, Quran oxuyan insanın günahları bağışlanar. Quran oxuyan insanın qəbri nurla dolar. Peyğəmbər əleyhissalamdan hədisdir. Və hədisdə var, Quranın dili o qədər gözəldir ki, ərəb ədibləri onun bənzərini belə gətirə bilmir. Çünki Allah ərz etdi, əgər doğru danışırsınızsa, onda onun kimi bir surə gətirin. Yəni, Quranın dili o qədər gözəldir. Ərəblər onun bənzərini gətirə bilməyiblər və təkrar edirəm, Quranda Allah deyir ki, əgər siz doğru danışırsınızsa, onda onun kimi bir surə gətirin. Quranda elmi ayələr, belə deyək, möcüzələr çoxdur. Məsəl üçün, insanın yaradılışı haqqında hələ 14 əsr yarımdan biraz çox Quran gəlib. O Quranda var. Kainatın quruluşu var. Təbiət qanunları var. Çoxlu işarələr var. Elmi ayələr çoxdur. Məsələn, Yasinin özündə görsən, orada ulduzların hərəkəti, günəşin, ayın hərəkətləri haqqında elmi ayələr çoxdur. 1400 ildən yuxarıdır, şükür Allaha. Quran yaşayır və qiyamət gündən yaşayacaq. Hələ heç kim onu dəyişdirə bilməyib, heç dəyişə də bilməz. Quranın gəlişi ilə zalimlər dəyişdi, bütpərəstlər iman gətirdi, cahiliyyət dövrü bitdi. İndinin özündə də insan Qurana yaxınlaşanda o günahlardan çəkinir. Məsəl üçün, ədalətli olur, mərhəmət qəlbinə əxs olunur. Baxır, orada hüquqları tanıyır, hesabat gününü yada salır. Yəni, çox insanı dəyişdirən, özü bayaq dediyi kimi zülmətdən nura aparan bir müqəddəs kitabıdır. Quranda gələcək hadisələr haqqında xəbər var. Əgər Peyğəmbər möcüzələri göstərdi, dedi, elə Quran özü ondan sonra böyük möcüzədir. İnşallah Allah bizi bu Qurana həqiqətini tanımaqda, batinini tanımaqda bizə kömək eləsin. Və Qurana nə qədər yaxın getsək, o qədər bizi Allaha tərəf həm dünya saadəti, həm cənnətə aparacaq. Quran özü, Quran oxuyanlara bu daimi mənlə munis oldu. Gecə gündüz məni oxudu. Qiyamət günü şəfaatçı olacaq. Tərk edənlər üçün Allah eləməsin, narazılıq edəcək. Həmin insanlar görər ki, mən Quranı tərk etmişdim dünyada, deyəcək, kaş Quranı tərk etməyəydik. Kaş Qurana dünyada olanda daha çox yaxınlaşaydıq. İmam Əlinin bu hədisi ilə bir daha bu mövzunu yekunlaşdırıram. Allahın izni ilə növbəti mövzulara qədər İmam Əli əleyhissalam buyurur ki, bilin, Quran
ən doğru rəhbərdir. Ona sarılan nicat tapar. Allah bizi o kəslərdən inşallah qərar versin. Amin. Ya Rabbəl aləmin.